Bugünkü mövzumuz sürtünmə və onun növləridir. Gündəlik həyatımızda biz tez-tez belə hadisələr rastlaşırıq. Avtomobil hərəkət edir və mühərrikini söndürür, amma bundan sonra dərhal dayanmır. Bir xeyli hərəkət edir, amma axırda sonda görür ki, o dayanır. Buzun üzərində hərəkət edən oğlan qaçaraq sürüşür, amma o da nə qədər sürüşsə də gec-tez dayanır. Topa zərbə vururuq. Nə qədər güclü vursaq da top hərəkət edərək sürətini tədricən azaldır və son nəticədə dayanır. Elə bu ştakildə, bu mail lövhədə də biz bu təcrübələri müşahidə edə bilərik. Taxta tirziyi bu mail lövhə üzərinə qoysaq və onu ötürsək, o sürüşərək müəyyən sürət alacaq və mail sonra üfüqi müstəvidə müəyyən qədər hərəkət edərək dayanacaq. Beləcə də arabacılığı götürür. Biz buna müəyyən sürət versək, müəyyən də keçəndən sonra verdiyimiz sürətin az çoxluğundan asılı olaraq o yenə dayanacaq. Bütün bu təcrübələr nəyə göstərir? Təcrübələrin ümumi cəhəti oradadır ki, əgər hər hansı bir cisim hərəkət edirsə, onu hərəkət etdirəcək başqa bir səbəb yoxsa, gec-tez onlar dayanır. Lakin məlumdur ki, əgər cisim hərəkət sürətini dəyişirsə, bu hallarda dayanırsa, hökmən onlara nəyəsə bir şey təsir edir. Və bu cisimlərin, bir-biri üzərində hərəkət edən bu cisimlərin dayanmasına səbəb sürtünmə hadisəsidir. Və bu zaman meydana çıxan qüvvə isə sürtünmə qüvvəsidir. Yəni, sürtünmə qüvvəsi cisimlərin hərəkət etməsini mane olur və gec-tez olanın dayanmasına səbəb olur. Bəs sürtünmənin hansı növləri var? Məlumdur ki, sürtünmənin 3 əsas növü vardır. Bunlardan birincisi sükunət sürtünməsidir. Yəni, sükunətdə olan cisimlər arasında baş verən sürtünmədir. İkincisi, sürüşmə sürtünməsidir. Əgər bir cisim digər cisimin səthi üzərində sürüşürsə, bu zaman meydana çıxan sürtünmə, sürüşmə sürtünməsi adlanır və ümumi olaraq yaranan qüvvədə sürtünmə qüvvəsi adlanır. Sürtünmənin üçüncü növü isə diyirlənmə sürtünməsidir ki, bu bir cisim digər cisimin səthi üzərində diyirlənən zaman əmələ gəlir. Buna misal olaraq biz avtomobillərin hərəkətini, silindir şəklində olan ağac tirlərin lövhə üzərində hərəkətini və digər topun hərəkətini və s. misal göstərə bilərik. İndi biz ayrı-ayrıqda bu sürtünmələri öyrənək, onların hər birinin meydana çıxmasının səbəblərindən tanış olaq. Əvvəla ümumi şəkildə desək, sürtünməni yaradan iki başlıca səbəb vardır. Bu səbəblərdən biri səthlərin kələ-kötürlüyüdür. İkinci səbəb isə sürtünən səthlərin molekulalar arasında qarşılıqlı cazibə qüvvəsidir. Əslində, ilk baxışda elə görünə bilər ki, bəzi hallarda, məsələn, bizim bu əlimizdəki lövhədə tircikdə olduğu kimi, səthi çox hamardır sanki. Yəni, əllə buna toxunsaq, bu səthin hamar olduğu görülür. Amma hər halda əlimizlə də hiss edirik ki, burada müəyyən qədər əlimizə nəsə toxunur. Yəni, orada müəyyən kələ kötürlüklər var. Bunu aydın görmək üçün, lup altında baxsa daha da yaxşı görünər ki, əslində hamar görünən hər hansı bir səth çoxlu kələ kötürlüklərdən, girintili çıxıntılı hissələrdən, eləcə cızıqlardan ibarətdir. Və istər-istəməz, həm bu cisim digər cismin səthi üzərində hərəkət edən zaman və digər cismin də səthi üzərində həmin kələ kötürlüklər olduğu üçün bu kələ kötürlüklər, girintili çıxıntılar bir-birinə hərəkətə mane olur və nəticədə sürtünmə qüvvəsi yaranır. Bu sürtünmənin birinci səbəbidir. Onda belə çıxır ki, biz bu kələ kötürlükləri aradan qaldırsaq, tədricən sürtünmə qüvvəsi, sürtünmə azalar. Doğrudan da ilk başdan belə olur. Əgər biz kələ kötürlükləri müəyyən bir vasitə ilə aradan qaldırsaq, tədricən onların səthləri daha da hamarlaşacaq və bu zaman sürtünmə ilk dəfə doğrudan da azalacaqdır. Lakin səth daha da hamarlaşandan sonra biz yenidən sürtünmənin artmasının şahidi olacaq. Bəs buna səbəb nədir? Artıq burada sürtünmənin ikinci mexanizmi işə düşür. Belə ki, sürtünən səthlərin kələ kötürlüyü aradan qalxdıqca, o səthlər bir-birinə daha sıx toxunur və bu səthlərin sıx toxunması artıq o dərəcəyə gəlib çatır ki, toxunan səthlərin molekulaları bir-birinə o qədər yaxınlaşırlar ki, onlar artıq bir-birini cəlb etməyə başlayırlar. Sanki, obrazlı şəkildə desək, onların əlləri artıq bir-birinə çatır və onlar bir-birindən yapışmağa imkan tapdıqları üçün hərəkət etdirmək bunun çox çətin olur. Məsələn, şüşənin şüşə üzərində hərəkətini
etdirsək buna şahid ola bilərik ki, nə qədər çətindir bu hərəkət etdirmək. Çünki şüşənin səthi kifayət qədər cəllanmış olduğu üçün, çox hamar olduğu üçün, orada artıq bu qüvvələr təsir göstərir. İndi sürtünmənin dedik ki, 3 növü var və onlardan biri haqqında, sünət sürtünməsi haqqında öz qeydlərimizi deyək. Mail müstəvi üzərində bu tircik dayanır və aşağı hərəkət etmir. Əslində, ağırlıq qüvvəsinin təsiri altında o aşağı hərəkət etməlidir. Bizə ki, mövzunun əvvəlində biz təcrübəni aparanda mailliyi daha çox eləmişdik və o halda sürüşdü, düşdü. Lakin indi isə sürüşmür. Sürüşmürsə, deməli, onu qarşısına alan bir səbəb vardır. Həmin o səbəb sünət sürtünməsidir. Və o zaman yaranan qüvvə isə sünət sürtünmə qüvvəsidir. Sünət sürtünmə qüvvəsi sünətdə olan cisimlər arasında yaranan sürtünmədir. Və məhz bu səbəbdən də bu cisim bu mail müstəvi üzərində sürüşmür. Başqa bir təcrübəyə baxaq. Deməli, bu arabacığın aşağı hissəsində maqnit lentlər var və onu dəmir lövhə üzərində qoyduqda maqnit qüvvəsi onu sıxır lövhəyə və onun kütləsindən başqa daha böyük qüvvə ilə dəmir lövhəyə sıxıldığı üçün onu hərəkət etdirmək də xeyli çətinləşir. Dinamometrin köməyi ilə biz bunun şahidi olacaq. Bax, hal-hazırda mən bu maqniti həmin arabacığı müəyyən qüvvə ilə dartıram. Və bu zaman dinamometrin göstərişdə qüvvənin artdığını göstərir. Lakin hələlik arabacıq hərəkət etmir. Buna səbəb odur ki, orada müəyyən bir sünət qüvvəsi, sürtünmə qüvvəsi yaranılmışdır. Əgər biz qüvvəni artırsaq, yenə də bu cismin sünətdə qaldığını görərik. Deməli, sünət sürtünmə qüvvəsinin qiyməti artdı, lakin yenə də bunu hərəkət etdirməyə kifayət eləmədi. Bu qüvvəni artdırmaqda davam eləsək, qüvvənin axırı elə bir qiyməti olacaq ki, göründüyü kimi hərəkət etməyə başladı. Və bu qüvvə kifayət qədər böyükdür, təqribən 4 newtona bərabərdir və yalnız 4 newton qüvvə tətbiq etdikdən sonra bu yüngül arabacığı hərəkət etdirmək mümkün oldu. Eləcə də adi taxtanı biz hərəkət etdirməyə çalışsaq, taxta lövhə üzərində, ona müəyyən bir qüvvə sərf olunacaq. Burada göründüyü kimi kiçik bir qüvvə ilə bunu hərəkət etdirmək olur. Təbii ki, belə fikir yaranır ki, görəsən yükü bunun üzərinə qoysaq, bunu hərəkət etdirmək asanlaşar ya çətinləşər. Əlbəttə, göründüyü kimi qüvvəni biz artırmamıza baxmayaraq həmin tircik hərəkət etmir. Bu onu göstərir ki, həmin tirciklə stol arasında yaranan sürtünmə qüvvəsi onu hərəkət etməyə qoymur ki, bu da sünət sürtünmə qüvvəsidir. Amma qüvvəni artırdıqda müəyyən bir qiymətdə artıq hərəkət etməyə başlayır ki, artıq sünət sürtünməsi sürüşmə sürtünməsinə keçir. Buradan belə bir nəticəyə gəlmək olar ki, sünət sürtünmə qüvvəsi sıfırdan müəyyən bir maksimal qiymətə qədər qiymətlər alır. Onun maksimal qiyməti hərəkət etməyə başladığı andakı qüvvəyə bərabərdir. Bizim apardığımız təcrübələrdən belə bir nəticə gəlmək olur ki, sürtünmə qüvvəsi də digər qüvvələr kimi ölçülür və sünət sürtünməsi də bu sürtünmənin bir növ olmaq etibarilə çox maraqlıdır və onun müxtəlif xüsusiyyətləri var. İndi mən bir təcrübə üzərində sünət sürtünmə qüvvəsinin maraqlı bir tətbiqini göstərmək istəyirəm. Adi su qabına, Gədəbəy qazsız su qabına içərisində mən düyü doldurmuşam. Bu tutacaq qədər düyü doldurmuşam. Adi düyüdür, yumru düyüdür və o bir balaca da onları sıxlaşdırmışıq. Yeməkxanada istifadə edilən bu taxta çöpün mən həmin düyünün içərisinə daxil edirəm. Daxil etdikdən sonra və onu çıxartmağa çalışsam, artıq çöp oradan çıxmır. Və bu onu göstərir ki, hətta mən bunu yerləsəm də, bu artıq çöp oradan çıxmır. Bu onu göstərir ki, bu çöplə düyü arasında olan sünət sürtünmə qüvvəsi buradakı düyünü ağırlığı saxlamağa qadirdir. Yəni, sünət sürtünmə qüvvəsinin qiyməti bu anda həmin o düyünün ağırlığına bərabər, yəni ağırlıq qüvvəsinə bərabərdir. Sünət sürtünməsinin maksimal qiymətini tapmaq üçün burada təbii ki, çoxlu yük asmaq olardı və hansı qiymətdə bu çöp buradan çıxsaydı, həmin qiymətdə olan maksimal qiymətə bərabər olardı. Daha bir təcrübə aparmaq istəyirəm. Bu təcrübə hər biriniz evdə müəyyən şəraitdə apara bilərsiniz. Çünki burada mən təcrübəni aparanda güman edirəm ki, bəziləriniz bu təcrübənin reallığına inanmaya bilərsiniz. Çünki dinamometrlə bu həmin məsələni aparsaydıq göstərmək olardı, amma istəmirəm kitabları körləyəm. Kitablarla belə bir təcrübə aparaq. 2 adi fizika kitabıdır. İstənilən ki, kitabdan, dəftərdən və s. istifadə etməklə təcrübəni aparmaq olar. Bu
bu kitabların səhifələrini bir-birinin içərisinə növbə ilə səhifə-səhifə bir-birinin içərisinə daxil edirik. İmkan daxilində nə qədər səhifələr bir-birinin içərisinə çox daxil etsə, yəni bir səhifədən bir, iki səhifədən bir və yaxud da ki, birinci səhifədən bir növbə ilə bu kitabdan, sonra isə digər kitabdan bunları bir-birinə daxil edirik. Buradan məqsəd həm bu kitabların bir-birinə toxunan səthlərin hissəsini artırmaqdır. Yəni nə qədər bu toxunan səthlər burada çox olsa, effekt bir o qədər güclü alınacaqdır. Mən sizə inandırım ki, bunu uşaqlarla apardıqda bəzi uşaqlar, özlərinə güvənən uşaqlar çox böyük qüvvələ bunu dartıb ayırmağa çalışsalar da, sonda kitabı o arxa hissəsi cırılmışdı. Ona görə də mən bu təcrübəni apararkən istəmədim ki, bu baş versin və ona görə də istəyirəm ki, siz də bu təcrübəni apararkən biraz ehtiyatlı olasınız ki, kitab özü cırılmasın. Hər halda təcrübəni mən nümayiş etdirmək istəyirəm. Axı, bu kitablar göründüyünüz kimi səhifələri bir-birinə keçibdir və müəyyən hissəsi bir-birindən aralıdır. Və bu kitabın bir-birinə keçməyən hissələrindən tutaraq bir-birindən aralamağa çalışaq. İnanın ki, mən bu qədər, kifayət qədər qüvvə ilə bu kitabları bir-birindən dartıb aralamağa çalışıram. Ola bilsin ki, bu hiss olunmur, ola bilsin hiss olunur, amma nə qədər güc eləsəm də bunları bir-birindən ayıra bilmirəm. Mənə elə gəlir ki, bunları ayırmaq üçün, vallahi bəlkə də bir neçə adamın qüvvəsi ancaq çatardı. Və bu qüvvə onu sübut edir ki, sükunət sürtünmə qüvvəsi nə qədər böyük qiymətə malik ola bilər. Yəni, texnikada, təbiətdə də biz bu sürtünmə qüvvələrini tez-tez rastlaşırıq. Onların faydalı və zərərli cəhətlərini görürük. Ona görə də biz bunları əvvəz edən bilsək, praktikada müəyyən işlərdə dəqiq istifadə edə bilərik. Biz sükunət sürtünmə qüvvəsindən danışdıq. Sürtünmənin başqa bir növü sürüşmə sürtünməsi və dediyimiz kimi digər növdə diyirləmə sürtünməsidir. İndi onların xüsusiyyətlərindən danışaq. Sürüşmə sürtünməsi adından göründüyü kimi bir cismin digər cismin səthi üzərində sürüşməsi zamanı yaranır. Və bu zaman müəyyən bir həddə qədər bu cisim hərəkət etdirmək olunur, lakin müəyyən andan sonra isə hərəkət etdirmək mümkün olur. Diyirlənmə sürtünməsi də bu cürdür. Bu adi silindir şəkilli bir cisimdir. Biz onu çox asanlıqla hərəkət etdirə bilirik və bu zaman bu səthlər arasında yaranan sürtünmə qüvvəsi diyirlənmə sürtünmə qüvvəsi adlanır. Qədimdə çox ağır yükləri daşımaq üçün belə bir sudan istifadə edirdilər. Yəni, ağır həmin cisimləri diyircəklərin üzərinə qoyurdular və onun səthi üzrə hərəkət elətdirirdilər. Bu, getdikcə diyircəyə qabağa ötürməklə asanlıqla ötürmək olurdu. Yəni, bu ona görə rahat olurdu ki, ümumiyyətlə, baxanda sürüşmə sürtünməsinə nisbətən diyirlənmə sürtünməsi daha azdır, zəifdir və ona görə də diyirlənmə sürtünmə qüvvəsi bir çox hallarda daha kiçik olur. Və bu səbəbdən də cismi o cür aparmaq daha sadədir. İndi biz belə bir taxta parçası götürüb, onun üzərinə əvvəlcədən müəyyən bir ağır bir yük qoymaq istəyirəm ki, bunu hərəkət etdirmək çətin olsun. Təxminən burada yarım kilogram kütləli bir dəmir daşları qoymuşam və bu taxtanın da öz yükü oradadır. İndi biz qüvvənin necə ölçülməsini, sürtünmə qüvvəsinin necə ölçülməsini bir daha qayıtmaq istəyirik. Dinamometrin köməyi ilə həmin bu taxta tirciyi üzərinə yüklər qoymuş taxta tirciyi hərəkət etdirmək istəyirəm. Və onu müəyyən bir qüvvə ilə mən dartıram. Bu zaman hər bir anda üfüqi vəziyyətdə olan dinamometrin göstərişi artıq 0-dan 2-yə gəlib çatıb. Bu anda hərəkət etməyə başladı. Yəni 0-dan müəyyən bir maksimal qiymətə qədər gəlib çatdı. 0-dan 2 newtona qədər olan həmin hissə sükunət sürtünmə qüvvəsinin qiymət aldığı hissədir. 2 newtondan sonra isə artıq hərəkət etdirməyə başlayır və sürüşür. Sürüşən zaman sürüşmə sürtünmə qüvvəsini ölçmək üçün biz bu tirciyi bərabər sürətlə hərəkət etdirməliyik. Bərabər sürətlə hərəkət etdirərkən dinamometrin göstərişi nədirsə, həmin qüvvə elə sürüşmə sürtünmə qüvvəsinin qiymətinə bərabərdir. Nə üçün? Ona görə ki, cisimlər o zaman bərabər sürətlə hərəkət edir ki, ona təsir edən qüvvələrin əvəzdəyiciliyi sıfıra bərabər olsun. Bu halda cisimə bir dartı qüvvəsi təsir edir və bir də, yəni burada dinamometr yarıqasıdıq qüvvəsi və bir də buradakı sürüşmə sürtünmə qüvvəsi, yəni onların qiyməti bir-birinə bərabərdir. Bu yolla sürüşmə sürtünmə qüvvəsini ölçmək olar. Biz əgər bu taxtanı yox, diyircəkli bu silindir şəkilli sürtünmə qüvvəsini ölçmək istəsəydik,
demək olar ki, bizim cihazımız heç bir şey qeydə almadan onu hərəkət etdirəcəkdir. Yəni, bu halda söhbət ondan gedir ki, diyirlənmə sürtünmə qüvvəsi o qədər kiçikdir ki, hətta onun gözlə görünən halda heç ölçmək də mümkün olmur. Burada bir maraqlı məqam ortaya çıxır. Sürüşmə sürtünmə qüvvəsi, sinə sürtünmə qüvvəsinin maksimal qiymətinə təxminən yaxın bir qiymətə bərabərdir. Yəni, sinə sürtünmə qüvvəsi sıfırdan müəyyən bir maksimal qiymətə qədər çatır və o andan sonra, hərəkətə başlayandan sonra artıq o sürüşmə sürtünməsinə keçir. Və bu qiymətlər bir-birinə bərabərdir. Bu yerdə mənə yadıma rusların bir nağılları düşür, turp nağılı. Orada baba böyük bir turp yetişdirir və onu çıxartmaq istəyəndə gücü çatmır. Baba turpu nə qədər dartırsa çıxarda bilmir. Bu anda orada yaranan turpla torpaq arasında sürtünmə qüvvəsi babanın da dartdığı qüvvəyə bərabərdir. Və ondan başqa ağırlıq qüvvəsinin əlbəttə nəzərə alınması. Ondan sonra nənə kömək edir və s. və onların iqtidari pişikləri və bu vaxta qədər hələ orada yaranan sürtünmə sünə sürtünməsidir. Elə ki, sisanın gəlib çıxandan sonra çıxdı, onlar birləşir, o çatışmayan qüvvəni də sisan əlavə etdikdən sonra turpu oradan çıxardırlar və bundan sonra artıq o sürüşə yavaş-yavaş torpaqdan çıxır ki, bu da sürüşmə sürtünmə qüvvəsidir ki, təxminən sünə sürtünmə qüvvəsinin maksimal qiymətinə bərabərdir. Bu məsələləri aydınlaşdıqdan sonra qısaca bunu deyə bilərik ki, belə çıxır ki, sürtünmə qüvvəsi demək olar ki, bütün hallarda nisbi hərəkətin əksinə yönəlir. Yəni, onun istiqaməti adına bunu demək olar ki, istər sürüşmə sürtünməsi olsun, istər diyirlənmə sürtünməsi. Hər iki halda hərəkət edən cisim, məsələn, lövhə üzərində edən cisim hansı istiqamətdə hərəkət edirsə, sürtünmə qüvvəsi onun əksinə yönəlir. Bəs sünə sürtünmə qüvvəsi hansı istiqamətdə yönəlir? Buna isə belə aydınlaşdırmaq olar ki, əgər sünə sürtünmə qüvvəsi olmasaydı, bu cisim hansı istiqamətdə hərəkət edərdisə, məsələn, bayaqki təcrübədə o mail müstəvidə, əgər sünə sürtünmə qüvvəsi olmasaydı, o aşağı doğru hərəkət etməli idi. Onda sünə sürtünmə qüvvəsi həmin mümkün ola biləcək hərəkətin əksinə yönəlir. Və bununla da sünə sürtünmə qüvvəsinin istiqamətini təyin etmək olur. Burada müəyyən bir maraqlı məsələlər də mən toxunmaq istərdim. Əsasən bu bir çox hallarda gözdən qaçır. O da bundan ibarətdir ki, əgər bir cismin üzərinə başqa bir cismi qoyub hərəkət etdiririksə, bu zaman artıq bu iki cisim arasında əlavə sürtünmə qüvvəsi yaranır. Əgər elə bir hərəkətə baxsaydıq ki, həm aşağıdakı cisim hərəkət edir, həm də yuxarıdakı cisim hərəkət edir. Tutaq ki, aşağıdakı cisim böyük sürətlə hərəkət edir. Bu zaman sürtünmə qüvvəsi, yaranan sürtünmə qüvvəsi böyük sürətlə hərəkət edən cismin sürətinin əksinə yönələcək. Amma kiçik sürətlə hərəkət edən cismin isə hərəkət sürəti istiqamətdə yönələcək. Yəni, bu onu göstərir ki, sürtünmə qüvvəsi hətta cisim hərəkət istiqamətində də belə yönələ bilər. Lakin bunun üçün biz bir neçə cismin hərəkətinin, birgə hərəkətinə baxmalıyıq. Ona görə daha çox demək lazımdır ki, bunlar nisbi hərəkətin əksinə yönəlirlər. İndi nəhayət biz bir məsələni aydınlaşdıraq. Görək, sürtünmə qüvvəsi bəs nədən asılıdır? Bayaqdan apardığımız təcrübələr, dediyimiz fikirlər, gündəlik müşahidələr yəqin ki, belə bir fikir söyləməyə əsas verir ki, yəqin ki, sürtünmə qüvvəsi ilk növbədə cismi səthə sıxan qüvvədən asılı olacaqdır. Yəni, bu tircik lövhəyə hansı qüvvə ilə sıxılırsa, ondan çox asılı olacaqdır. Yəni, əgər mən bu tirciyi sadəcə olaraq çəkirəmsə, bu zaman bunun hərəkəti zamanı yaranan sürtünmə qüvvəsi mən burada görəm, təqribən 0,2 Newtona bərabərdir. Mən bərabər sürətlə hərəkət etdirirəm və dediyim kimi, dinamometrdə stolun səthinə, yəni səthə paraleldir. Təxminən 0,2 Newtona bərabərdir. İndi mən bu taxtanın üzərinə əlavə yük qoysam, bir və ya həmin taxtadan qoysam, birini və ya ikisini qoysam, çətin, görmək, müşahidə etmək çətin deyil ki, artıq 0,2 yox, daha böyük qüvvə hərəkət etmək üçün lazım olur. Təqribən qüvvə artaraq 0,5 Newtondan da çox oldu. Və qüvvəni artırmaqla, yükü artırmaqla biz bu təcrübəni təkrarlasaq, tədricən daha böyük qüvvədə, məsələn, 3 stil qoyduqdan sonra indi 0,8 Newton qüvvə artıq lazımdır ki, biz bunu sürüşdürək. Buradan bunu dəqiq ölçmələrlə aparıb, analiz etdikdən sonra məlum olur ki, sürüşmə sürtünmə qüvvəsi cismi səthə sıxan qüvvə ilə, buna təzyiq qüvvəsi deyirlər, mütənasibdir. Və bu təzyiq qüvvəsi isə həmin bu lövhədə yaranan dayağın reaksiya qüvvəsinə bərabər olduğu üçün, deməli, N təzyiq qüvvəsi ilə sürüşmə sürtünmə qüvvəsi düz mütənasib olur. Bəs daha nədən asılıdır? Yəqin ki, onun da başa düşmək çətin deyil ki, bu toxunan səthlərin kələkötürlüyündən,
onun səthinin necə cıralanmasından və materialından çox asılıdır. Yəni, hamımıza yaxşı məlumdur ki, qışda maşınlar hərəkət edərkən hamı maşının təkərlərinin təzə olmasına fikir verir. Yağış yağarkən yol sürüşkən olduğu üçün daha da diqqətli olmağa çağırır. Bu, ona görədir ki, yəni, müəyyən bir şəraitdə sürtünmə qüvvəsi təkcə materialdan, onu təsdiq edən qüvvədən yox, həm də ki, o səthlər arasındakı o mühitin vəziyyətindən də asılı olur. Yəni, səthlər arasında xüsusi yağlar olduqda və yaxud da su olduqda sürtünmə qüvvəsi xeyli azalır ki, bu da maşınlar hərəkət edərkən tormoz yolunun artmasına və müəyyən qəza vəziyyətinin yaranmasına gətirib çıxardır. Ona görə hamı buna fikir verir. Digər tərəfdən biz hərəkət edərkən, məsəl üçün, buz bağlanmış yerdə hərəkət edərkən çox asta-asta hərəkətlər edirik ki, biz edər sürüşüb, yıxılmayaq. Bizim o məşhur Uşaq və Buz şeirində olduğu kimi, dərsə gedən bir uşaq çıxdı buz üstə qoçaq, sürüşdü birdən-birə, dəydi üz üstə yerə. Bu yazı uşağın günahı nə idi? Günahı ondaydı ki, o başa düşmürdü ki, yəqin ki, bilmirdi ki, buzun üzərində sürtünmə az olur və o biraz asta yeriməlidir. Kiçik adımlarla yavaş-yavaş yeriməlidir ki, yıxılmasın, onu bilmədiyindən uşaq yıxıldı. Və sürtünmə haqqında ümumiyyətlə bir çox hallarda danışılır. Bunun həm zərərli tərəfləri var, həm də faydalı tərəfləri var. Elə mənim danışdığım bu mövzuda da buna biz xeyli rastlaşdıq. Zərərli hallarda onu sürtünmədən azaltmağa çalışırlar. Məsələn, maşının hərəkət edən o hissələrinin sürtünməsini azaltmaq üçün ora sürtkü yağları tökürlər və yaxud da ki, xüsusi dircəklərdən istifadə edirlər. Hətta bunun üçün bəzən maqnit balışlardan, hava balışlarından istifadə edərək sürtünməni azaldırlar ki, sürtünmə azalsın və həmin hissələr yeyilməsin. Bəzi hallarda isə əksinə, sürtünməni artırmaq lazım. Məsələn, sürüşkən yerdə hərəkəti rahatlamaq üçün bunu artırmağa ehtiyacı olur. Məsələn, tutaq ki, avtomobil buz üzərində hərəkət etməsi çətinləşəndə qışda bilirik ki, yollarımızı qum tökərək sürtünməni artırırlar ki, bu hərəkəti asanlaşdıraq. Onu da qeyd edim ki, sürtünmə eyni bir haldadır hətta həm kömək, həm də mane olurlar. Məsələn, maşınların bir hissəsi biz bilirik ki, tutaq ki, arxa təkərləri çəkəndir, belə deyirlər, aparan təkərlərdir. Qabaq təkərlər isə sadəcə aparılandır, yəni onlar sadəcə təkər kimi hərəkət edirlər. Buna görə də ki, arxa təkərin altında sürtünmə qüvvəsi nə qədər çox olsa, bu onun hərəkətinə kömək edəcəkdir. Amma o aparmayan təkərlər kimi adları deyilir, o cür deyilir. Onlar isə orada artıq sürtünmə az olsa daha yaxşı olar. Bundan başqa heç də həmişə o demək deyildir ki, sürtünmə qüvvəsi diriləmədən az olduğu üçün həmişə ondan istifadə edir demək düzgün olmazdır. Çünki bəzi hallarda, məsələn, qarın buzun üzərində hərəkət edərkən artıq təkərlərdən yox, kirşələrdən istifadə etmək sərfəli olur və hətta bəzi biz bilirik ki, hərəkət edən maşınlar və yaxud da ki, və s. müəyyən şeylər buz üzərində yenmək üçün istifadə olunan o həmin cihazlarda təkərlərdən yox, sürüşən sistemlərdən istifadə olunur ki, bu daha sərfəlidir. Biz əsasən sürtünmə haqqında ümumi fikirlərimizi söylədik və konkret sürtünmə qüvvəsinin hesablanması, sürüşmə sürtünmə qüvvəsinin necə hesablanması isə növbəti bir mövzudur. Yəni ki, bunun da konkret danışmaq olar.